səhv bir video gördüm. İnşallah ki bu video təzə video deyil. Zəhmət olmasa o videonu səssiz monitorda göstərin Aytaç xanım. Və mənim buradan bir müraciətim olacaq. Mən bilirəm ki bugün Azərbaycan polisi nəinki ölkəmizin paytaxtında, bütün bölgələrdə, hətta işğal altında olan torpaqlarımızda da gecə-gündüz təhlükəsizliyi və insanların normal yaşamasının necə deyim, garantıdır. Və bu video mənə çox pis təsir etdi. Bizim Daxili İşlər Nazirimizə, cənab general-polkovnik, vilayət mənim başda olmaqla adiyyəti qurumlara müraciət edirəm. Bu gənclər tapılıb mütləqdəki məsuliyyətə cəlb olunmalıdır. Birincisi, əməllərində xuliqanlıq var. İkincisi, bunlar az yaşlı, tərbiyəsiz, evlatlarının tərbiyə vermədiyi və 4 nəfərin bir üstünə gedən bir gənclərdir ki, bunlardan sabah nə Azərbaycan əskəri olacaq ki? Siz Azərbaycan əskərlərinin içində qazi olan, şəhid olan, bax belə arıq, cılız uşaqlardır ki, getdilər, bu Qarabağın azadlığına görə canlarından keçdilər. Sən yumruğuna çatır, gəl o yumruqdan birini mənə vur görürüm. Necə yəni 4 nəfər hələ bunu video çəkib bəhbəhlə də bunu yayırsınız. Mən çox xahiş edirəm Daxili İşlər Nazirliyimizdən ki, əgər bunlar tapılmayıblarsa, bunlar tez bir zaman tapılsınlar. Bunlar ya həbs olunsunlar, ya da ki, bax, necə ki orada göstərirləri, bax, o yumruğu vurur, ha, o yumruq vurmaq şiddətdir. İkincisi, sən belə qoçu mu çıxdın? Və bunların valideynləri üzr istəsinlər cəmiyyətdən. Valideynləri cəmiyyətdən üzr istəməlidirlər evlatlarına görə. Çünki bu evlatlar heç bir cəmiyyətə, heç bir valideynə baş aşağılığı gətirməyəcəklər. Hələ o birisi vızbaşa bax bir. Flying rayondan dur üz üstə. O rayonlarda oğlanlar var ki, gələr elə, bax oğlana sizin gücünüz o uşağa çatdı. Biz şiddətə qarşıyıq. Amma mənə çox təsir elədi. Mən bunu bütün verişlərimdə eləmişəm. Bu ilk dəfədir burada edirəm, bəlkə də OTK-mız buna biraz şey olar, amma mən bunu eləmişəm. Çünki ictimai qınaq mütləqdir bu günləri. Bu günləri biz təhsilli, keçən il Moskvaya gedildi, 300-ə yaxın uşaq getdi bu kişi ilə. Valideynlər evdə qızılını lambarta qoyurlar, borca girirlər ki, evladım getsin, təhsil alsın, oxusun, bir əlində bir sənəti olsun. Bu nədir? Hərə bir əlinə mikrofon, telefon alıb, qoçu çıxıblar bunlar. Güya bunlar söhbətə gətirən olublar belə cəmaatı. İndi inşallah sabahda bir gündə sizin həbsinizi və sizin üzrünüzü bu televiziyada verərəm. Mən bir daha düşünürəm ki, adiyyəti olan qurumlar bu insanların valideynlərə başda olmaqla bunların hər birisini çağırıb və bunlara mütləqdir ki, lazım olan inzibati xətanı ya da ki, doğrudan da əməllərdə xuliqanlıq var, çünki xəsarət getirir. Mütləqdir ki, o xəsarət getirər və bunu video alıb ictimaiyyətdə yayanlar mütləqdir ki, cəzasını çəkəcəklər. Bax belə. Bundan sonra belə olacaq. Bir sosial şəbəkədə kiminsə bir artıq əski hərəkətini, öz aləmində, nə bilim, xuliqanlıq mı, qanuna sığmayan bir hərəkətin görsəm, mənim verilişim heç də olmaz. Tarix verişidir. Mən bunu göstərəcəyəm burada və adiyyəti qurumlara müraciət edəcəm.